Prezident İlham Əliyev ictimai əxlaqa zidd informasiyalara dair qanun dəyişikliyini təsdiqləyib. Söhbət sosial şəbəkələrdə davranış kodeksindən gedir. Qəbul edilən yeni dəyişikliklərlə artıq internet istifadəçiləri yazdıqları hər bir fikrə, etdikləri hər bir paylaşıma görə birbaşa özləri məsuliyyət daşıyacaqlar. Proses hansı formada təşkil olunacaq, nəzarət mexanizmi necə müəyyən ediləcək? Gəlin bunu araşdıraq. Əvvəlcə qeyd edək ki, sənədə söz gedən dəyişiklik ilk növbədə onlayn mühitdə etik normaları qorumaq, sonrasında ise sağlam internet formalaşdırmağa hesablanıb. Cəmiyyət özü gördü ki, bir sıra insanlar bu boşluqdan, bu azadlıqdan ictimai mənəviyyata açıq formada zidd şəkildə hərəkət etməkdədir və təbii ki, belə bir məqamda dövlət öz funksiyasını yerinə yetirib müvafiq tənzim etmə funksiyalarını, alətlərini işə salmalı idi və hesab edirik ki, indiki məqamda verilən reaksiya kifayət qədər çevik oldu, kifayət qədər adekvat oldu və bu sahədə cəmiyyətin özünü narahat edən məsələlərin eyni zamanda cəzasızlıq apavası yaradan o mühitin aradan qaldırılması istiqamətində atılan kifayət qədər pragmatik addım oldu. Növbəti addım sosial şəbəkə məzmununun monitorinq edilməsi ilə bağlıdır ki, burada da çox ciddi nəzarət mexanizmi formalaşdırılacaq. Əgər kimsə düşünürsə ki, ölkə hüdudlarından kənardadır və istədiyi şəkildə davrana bilər, yanılır. Bir çox hallarda ise bu cür davranışlar saxta profillər vasitəsilə həyata keçirilir. Elə buna görə də sosial şəbəkə platformalarında saxta profil açmaq qadağan edilib. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə edilən müvafiq dəyişikliklərlə saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edilərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə kimi əməllərlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb ediləcək. Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtana, 148-ci maddəsi isə təhqirə görə məsuliyyəti nəzərdə tutur. Bu isə o deməkdir ki, Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində qeyd edilən hallardan biri olduqda, cinayət təqibi prokurorun təşəbbüsü ilə zərər çəkmiş şəxsin şikayəti olmadan belə başladıla bilər. İnzibati Xətalar Məcəlləsində informasiyalaşdırma və informasiya mühafizəsi haqqında qanunvericilikdə qüvvəyə minən dəyişikliklər əslində cəmiyyətdən gələn sosial sifariş idi ki, qanunverici orqan bu sifarişə müvafiq qanunlarda dəyişiklik etməklə cavab vermiş oldu. Və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklə ilk dəfə həmin əməllər törədildikdə 500 manatdan 1000 manata qədər cərimə, o cümlədən inzibati həbs, bir il ərzində təkrar törədildikdə isə bu sanksiyaların daha da artırılması nəzərdə tutulur. Odur ki, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna edilən dəyişikliklər virtual mühitdə məsuliyyətin formalaşdırılmasına hesablanıb desək yanılmarıq. Sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, burada paylaşılan fikirlər, açıqlamalar əgər başqalarının təhqir edilməsi və ya kiməsə böhtan atılması ilə müşayiət olunursa, hüquqi məsuliyyət yaradır. Bu, dünyanın hər yerində belədir. Təhqir və böhtan harda yayılmasından asılı olmayaraq, əgər kütləvi halda baş veribsə, hüquqi məsuliyyət doğurur. Azərbaycanda da bu məsələnin hüquqi tənzimlənməsi üçün addımlar atılır, qanunlara əlavə və dəyişikliklər edilir.